Salam əziz balalar. Bugünkü dərsimizdə biz dostluqla bağlı bir neçə tapşırığı yerinə yetirəcəyik. Bu tapşırıqlar biz və dostlarımız mövzusuna aiddir. Gəlin ilk tapşırığın şərtini oxuyaq. Doğru cavabı müəyyən et. Dostunla aranızda fikir ayrılığı olduqda nə etməlisən? Gəlin variantları oxuyaq. Onunla danışmağı dayandırmalısan, səhv fikirlərinə görə onu tənqid etməlisən, fikirlərinə hörmətlə yanaşmalısan, başqalarına ondan şikayət etməlisən, yoxsa ki, dərhal başqa dostlar axtarmalısan. Əlbəttə ki, biz yadınızdadırsa demişdik ki, mütləq əgər fikir ayrılığı olarsa, onun fikirlərinə hörmətlə yanaşmalısan. Deməli, doğru cavab C variantı olacaq. Digər sualımızı oxuyaq. Dostluqda ən vacib dəyərlərdən biri hansıdır? Pul qazanmaq, əmr vermək, dostunun sirrini yaymaq, qarşılıqlı hörmət, yoxsa onu yalandan tərifləmək? Yəqin ki, müəyyən etdiniz. Afərin sizə. Bu C variantıdır. Doğru cavab qarşılıqlı hörmət olacaq. Keçək növbəti suallarımıza. Aşağıdakılardan dostluq münasibətinə uyğun olmayan davranışı seçin. Sizcə, yardım etmək, güvən göstərmək, səhv edəndə dəstəkləmək, paxıllıq etmək, dinləməyi bacarmaq, bu kimi keyfiyyətlərdən hansı biri dosta aid deyil? Əlbəttə ki, bu D variantı olacaq. Əsl dost heç vaxt paxıllıq etməz. Dostun tapşırığı yazmayıb və o səndən kömək istəyir. Nə edərsən? Gəlin cavabları oxuyaq. Mən də yorulmuşam deyib rədd edərsən. Özün həll et, mənlik deyil deyərsən. Onu müəllimə şikayət edərsən. Ona yalan məlumat verərsən və ya ona kömək edər, izah etməyə çalışarsan. Bax, əsl dost məhz E variantındakı addımı atar. Ona kömək edər və izah etməyə çalışar. Doğru cavab E variantı olacaq. Digər tapşırığımıza baxaq. Dostda hansı keyfiyyətlər olmalıdır? Müsbət keyfiyyətləri rəngli çiçəyə, mənfi keyfiyyətləri isə boz çiçəyə yerləşdirin. Gəlin əvvəlcə müsbət keyfiyyətlərdən başlayaq. Sizcə əsl dostda hansı keyfiyyətlər olmalıdır? Siz deyin, mən də yerləşdirim. Kömək, empatiya, bölüşmə, etibarlılıq, səmimilik, dürüstlük və sədaqət. Bax, bunlar əsl dostun keyfiyyətləridir. Yerdə qalan xüsusiyyətlər isə mənfi keyfiyyətlərdir, hansı ki, heç bir insan onun dostunda bu keyfiyyətlərin olmasını istəməz. Bunlar yalançılıq, xəbərçilik, kin, küdurət, laqeydlik, lovğalıq, paxıllıq və xəsislikdir. Bax, belə uşaqlar, bu tapşırıqla da dərsimizi yekunlaşdırdıq. Növbəti dərsdə görüşmək ümidi ilə. Hələlik.